أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Allah Azze ve Celle'ye sonsuz hem senalar olsun. Artık iki müqəddəs bayram olan Qurban bayramına yaxınlaşmaktayız. Ona göre bugün inşallah Qurban hansı heyvanlardan olar, Qurbanın tarixçəsi, tərifi nədir, hansı heyvanlardan Qurban kəsmək olar. İnşallah bunlara toxunub hatırlatmaq istəyirik. Bildiğimiz kimi Qurban ibadəti ilk insan olan ta Adəm Aleyhisselam'dan son Peyğəmbərimiz Muhammed Mustafa'ya qədər bizlərə gəlmiş bir ibadətdir. Quran-ı Kərimdə Maidə surəsində Allah Azze ve Celle Habillə Qabilin hissəsini bizə xatırladır ki, onların hadisəsini bizə xəbər verir. Onlardan ikisi Allah yolunda qurban təqdim edirlər. İkisindən birini Allah Azze ve Celle qurbanla qəbul edir və Allah Azze ve Celle təqdilərin qurbanla qəbul edər deyə bizlərə mühüm bir xatırlatma edir ki, qurban ibadəti böyük bir ibadətdir, möhtəşəm bir ibadətdir. Qurban sadəcə ət deyildir. Bəzi insanlar Qurban ibadətini kəsdim, evimdə ət olsun deyə deyil. Bilmirəm, mahiyyətinə, fərqinə varmışlar. İki bayramımız var. Allah-u Teala'nın bizlərə təyin etdiyi iki bayram var. İki bayramın özünə məxsus ibadətləri var. Misal üçün, bayrama yaxın fitrə var. Fitrənin mahiyyəti nədən ibarət qardaşlar? Fitrənin mahiyyəti ondan ibarətdir ki, kasıblar sevilsin. Ehtiyac sahiblərinin ehtiyacı görülsün, onlar da evlərində bayram keçirsin. Düzdürmü? Qurban ibadəti də belədir. Kəsilən qurbanlar, onsuz da Allah Azze ve Celle bizim kəsdiyimiz qurbanlara ehtiyac yoxdur. Necə ki Allah Azze ve Celle bunu bildirir ki, لَنْ يَنَالَ اللّٰهَ لُحُمْهَا وَلَا دِمَاؤُهَا. Kəsilən qurbanları, nə ətləri, nə də qanları Allah'a çatmaz. Allah'a çatan nədir? Bizim təslimiyyətimiz, bizim səmimiyyətimiz. Biz hansı niyyətlə qurban kəsirik? Allah Azze ve Celle'nin bizdən istədiyi nədir? Qurban ibadətində əsl məqsəd nədir? Bizi Allah'a yaxınlaşdırılır. Qurban sözünün bir mənası nədir? Allah'a yaxınlaşmaq. İqdarra və qurbəni bu Quranda keçir. Maidə surəsində keçir ki, onlar nedirlər? Qurban təqdim etdilər Allah'a. Buradan da anlaşıldığı üzrə qurban ibadəti bizlər üçün Allah Azze ve Celle'nin təyin etdiyi möhtəşəm bir ibadətdir. Bunun belə demək mümkünsə, bugünkü bizim dönəmə gəlib çıxmasını, yəni biz etdiyimiz əməlləri İbrahim Aleyhisselam'dan qalmadır.
şeytan daşlama, Mina, Müzdəlifə, Arafat, Kəbən, Tavfiqlər. Bunlar Peyğəmbərlərin atası olan İbrahim Əleyhisselamdan bəri gəlir. O dönəmdən Muhammed sallallahu aleyhi və səlləmə qədər icra olunan bir ibadətdir. Qurban ibadəti Hənəfi məzhəbinə görə vacib, digər üç məzhəbə görə isə sünnət-i müəkkəddir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İmam Əbu Hənifənin Hənəfi məzhəbinin dəlili ondan ibarətdir ki, kimin imkanı olub da qurban kəsməzsə, bizim müsalimizə yaxın gəlməsin. Kimin imkanı olub da qurban kəsməzsə, bizim namazgahımıza gəlməsin. Və onun kimi Kövsər surəsində Uca Rəbbimiz nə buyurur? Fəsalli li rabbikə vənhər. Allah üçün namaz qıl və qurban kəs. Qurban nə zaman kəsilir? Qurbanın kəsilmə vaxtında. Onu deyək ki, bəzi insanlar var ki, misal üçün, qurban bayram namazından öncə kəsilirsə, o qurban sayılmaz. Qurban namazının sihhəti üçün, səhih olması üçün ən önemli məsələlərdən bir dənədir. Bayram namazı qılındıqdan sonra qurban kəsmək olar. Birisi bayramdan öncə kəsmiş və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona qurbanı yenidən iade etməsini tələb etmiş. Qurban bayramının birinci günü, yəni Zilhiccənin 10-cu günü, 11-ci günü, 12-ci günü və 13-cü günü. 4 gündə əsr namazına kimi kəsilməlidir. Hansı heyvanlardan qurban olar? Qurbanlar yalnız qoyun, keçi, dəvə və inək cinsindən kəsilə bilər. Camış da inək cinsindən sayılır. Bunların erkəkləri və dişləri bərabərdir. Yəni, bizə ən çox soruşulan suallardan biri də bundan ibarətdir ki, dişi heyvandan qurban kəsilərmi? Bəli, dişi heyvandan da qurban kəsilə bilər. Ancaq fəzilətli olan qoç kəsilməsidir. Çöl heyvanları, maral, toyuq, xoruz, qaz, dəvə quşu kimi quşlardan qurban kəsmək olmaz. Yəni, bəzi insanlar var ki, misal üçün, xoruzu qurban kəsir. Xoruzdan qurban olmaz, toyuqdan qurban olmaz. Allah Azza və Cəllə Həcc surəsində belə buyurur. Biz hər bir ümmət üçün qurbankar müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi 4 ayaqlı heyvanların üstündə onları kəsdikləri zaman Allahın adını çəksinlər, yəni bismillah desinlər. Bununla birlikdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə də onun əshabı qoyun, keçi, dəvə və inəkdən başqa bir heyvanı qurban etdikləri rəvayət olunmamışdır. Qoyun və keçi 1 yaşında olmalı, qoyunlarda isə 6 aylıq olub 1 yaşını göstərməsi lazım. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qoyun cinsindən olan qurbanın cəza olması kifayətdir. Cəza nə deməkdir? 1 yaşını bitirmiş qoyun mənasına gəldiyi üçün 6 aylıq olmasına baxmayaraq, yəni 1 yaşlı kimi görünsə, həmin heyvandan da qurban kəsilə bilər. Bu səbəblə dəvə ən azı 5 yaşında olmalı, inək 2 yaşını bitirdikdə, yəni 2 yaşını tamamlayıb, 2 yaşına keçdiyi zaman ondan qurban kəsilə bilər. Yəni, 1 yaş 6 aylı olsa, bir inək və yaxud da dana qurban kəsilə bilməz. Hər nə qədər 3 yaşını göstərsə belə,
böyük heyvanlarda, yəni inək, dana və camış kimi heyvanlarda mütləq və mütləq 2 yaşını doldurub 3 yaşının içinə keçməsi şərtdir. Yoxsa 1 yaş 6 aylıq olub da 3 yaşını, 5 yaşını göstərməsi ona haqq qazandırmır ki, o qurban olsun. Və yaxud da dəvədə 5 yaş şərtdir. Misal üçün, bizdə düz dəvə yaygın olmasa da, dəvə olan ölkələrdə dəvənin mütləq və mütləq yaşı 5 olmalıdır. Ortaqlıq məsələsinə gəldikdə, kiçik baş heyvanlarda, yəni qoyun, keçi, bu heyvanlarda 1 nəfər kəsməlidir, yəni 2 nəfər ortaqlaşıb qurban kəsə bilməzdir. Amma böyük başda isə, yəni inək, camış, dəvə, bu kimi heyvanlarda 7 nəfər ortaqlaşıb, yəni maksimum 7-dir, 8 olmaz. 7 nəfər ortaqlaşıb öz qurbanlarını kəsə bilərlər. Rami, biz o biri məscidə getdik. Sən gir orada Qarasura yəni. Müslimdə rivayət olunan bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm rivayət olunur ki, Cabir radiyallahu anh belə rivayət edir. Hudeybiyyədə Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə qurban kəsdik. Dəvəni də, inəyi də 7 nəfər üçün kəsdik. Bu hədis təyid edir ki, böyük baş heyvanlarda 7 nəfər ortaqlaşıb qurbanını kəsə bilərlər. Hansı heyvanlardan qurban olmaz? Yəni, qurban olmasına maneçilik törədən amillər nələrdir? Bunlar 4. Bir, gözünün kör olduğunun açıq aydın bilinməsi. İkincisi, açıq-aşkar xəstəlik, topallıq və həddindən artıq zəiflik. Buna dəlil Bəra ibn Azib radiyallahu anh'tan rəvayət olunduğuna görə Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur. 4 xüsusiyyət qurbanlıq heyvanlarda caiz deyil. Açıq-aşkar bilinən körlük, açıq aydın bilinən xəstəlik, bilinən topallıq, iliyi qurumuş dərəcədə zəiflik. Yəni, qardaşlar, bu bir həqiqətdir ki, Allah Azze və Cəllə Habillə Qabilin hissəsini bizə ona görə zikr edir ki, onlardan biri Allaha ən gözəl qurban təqdim edir. Allah Azze və Cəllə də ən gözəl qurbanı qəbul etdi, çünki Allah müttəqilərdən qəbul edir. Yəni, biz də Allah üçün edəcəyimiz bu gözəl əməlimizdə ən yaxşısını etmək bizim üçün, ibadətimizin qəbul olması üçün bir vəsilədir. İslam hüquqşünasları bu 4 qüsura qiyas edərək başqa bir sıra buna oxşar, daha pis qüsurlar da əlavə etmişlər ki, 2 gözü və ya 1 gözü kör olmaq, dişlərinin çoxunun olmaması və ya qulaqları kəsilmiş, buynuzlarının biri və ya ikisi kökündən qırılması, qulağının və ya quyruğunun yarıdan çoxu və ya döşlərinin uzları qopması, anadan gəlmə qulaqları və quyruğunun olmaması və ya ayağının kəsilməsi bunlar arasındadır. Bu dərəcədə qüsurlu olan bir heyvan uca Allaha qurban olaraq təqdim olunmaz. Bir də ən önəmli məsələlərdən birini xatırlatır, qardaşlar. Qurban, söhbətimin əvvəlcə dediyim kimi, qurban bir ət almaq deyil. Misal üçün, qurban əti almağa getdiyimiz zaman gördüyümüz yanlışlardan biri nədir? Misal üçün, adam qurban almağa gedir, qurban kəsilir, ondan sonra tərəziyə vurur. Bu caiz deyil. Sən sanki ət almış alırsan. Amma bu şəkildə ola bilər. Öncə qurbanın diri çəkilə bilər. Yəni, diri şəkildə çəkilərsə,
Burada heç bir beis yoxdur. Amma biri deyil də, sən kəsdikdən sonra onu tərəziyə vursan, bu icazəli deyil. Alacağın adamla ilk öncə razılaşırsan, müəyyən bir qiymət ortaqlaşırsınız. Bunun istəyir kilosu 50 kilo olsun, 30 kilo olsun, 10 kilo olsun, 5 kilo olsun. Nə olursa olsun, bir qiymət müəyyənləşdirirsiniz. Çox da çıxsa, az da çıxsa, bundan qanun olmaq lazım. Yoxsa sən kəsdikdən sonra onu tərəziyə qoysan, artıq nə olmuş olar? Qurbanlıq deyil də, Allah göstərməsin, ət almış olarsan. Onun üçün də bu şeylərə diqqət etmək lazımdır. Bizdən xahişlər var, onu diqqətinizə çatdırım. 4 müsbət qan lazımdır. Hər kim qan vermək istəsə bizə müraciət edə bilər. Digər bir xatırlatmanı edeyim. Bayram namazı ilə bağlı. Bayram namazı 6 iyun 07:00-da inşallah başlayacaq. Allah nəsib eləsin. Hər olduğu kimi məscidimizdə yer tam imkan vermir ki, müsəlmanlar gəlsin, olsun. Yəni, yerləşməyən qardaşlarımız üçün də ikinci və üçüncü dəfə Allahın izniyle ilə namaz qılacağıq. Allah Azza və Cəllə bizdən qəbul etsin. Sıxıntısı olan müsəlman bazı qardaşlarımız var. Allah Azza və Cəllə sıxıntısı olanlara yardım etsin. Müsəlmanlardan zülmə məruz qalan qardaş bacılarımız var. Allah Azza və Cəllə onlara zülm edənlərin evini yıxsın, birliklərini pozsun, onları darmadağın etsin. Müsəlman ümmətinə, Muhammedə isə birlik dedik, şuuru versin, övladı olmayan bazı qardaşlarımız var. Onlara da salih, xeyirli ruhlar nəsib eləsin. Allah Azza və Cəllə məscidimizə və məscidlərin əhlinə bərəkət versin. Və axir da'van elhamdülillahi rabbil alamin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وعلى آل محمد الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله صلى الله تعالى عليه وعلى آله وأولاده وأزواجه وأصحابه وأتباعه
وخلفائه الراشدين المرشدين المهديين من بعده ووزرائه الكاملين في عهده خصوصا منهم على الأئمة خلفاء رسول الله على التحقيق أمير المؤمنين حضرة أبي بكر وعمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. أيها المؤمنون الحاضرون اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Sadaqallahul azim. Bizleri büyük ve mübarek bir aya çıkaran Rabbimize sonsuz həmd sənalar olsun. Biz elə bir günlərdəyik ki, Allah Resulü sallallahu aleyhi və səlləmin təbiri ilə desək, içərisində ibadət ediləcək ən böyük və ən mübarək bir ayın içindəyik. Çünki bu ayda salih əməllər Allah qatında dəyərlidir. Ona görə ki, bu ayda hac ibadətinin ifa edildiyi bir aydır. Resulullah sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, salih əməl işlənəcək ən böyük mübarək günlər Zilhiccənin ilk 10 günüdür. Hətta sahabə sorur ki, ya Resulullah, Allah yolunda cihadla mı? Bir bəli, Allah yolunda cihadda. Yəni, cihad elə bir ibadətdir ki, müsəlmanların birlik və bərabərlik olduğu, Allah yolunda səfərbər olduğu bir ibadəti soruşurlar. Lakin, deyir Allah Resulü sallallahu aleyhi və səlləm, canıyla və malıyla geri dönməyəcək şəkildə, yəni, insan səfərə çıxdığı zaman, Allah yoluna cihada çıxdığı zaman geri qayıdıb qayıtmama ehtimalı var. Amma geri qayıtmama ehtimalının çox olduğu halda malınla, canınla çıxırsan ki, bir daha geri qayıtmayacaq. Bu insanın cihadı bu günlərdən daha əfsədir. Bu günlərin qədri qiymətini başqa bir ayət bu şəkildə bizə ifadə edir. Vəl-fəcr, şəfəqə and olsun deyir, şəfəq vaxtına and olsun. Və ləyəlin əşr, 10 gecəyə and olsun deyir. Allah Azza və Cəllə bir şeyə qasəm etdiyi zaman bizlərin diqqətini çəkmək istəyir. Bu günlər o qədər qiymətli, o qədər dəyərlidir ki, Allah Azza və Cəllənin günahlarımızı əfv edəcəyi, salih əməllərimizin artacağı, sədəqələrimizin, zəkatlarımızın bol olacağı bir vaxtlardır. Bu günlər həm də bizlərin, müsəlmanların, maddi durumu yaxşı olanların Allah Azza və Cəllənin bizlərə bir əmri var ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Allah-u Teala möminlərə demir, alən-nəs deyir, bütün insanlara imkanı olub da Allahın evini ziyarət etmələri bütün insanlardan tələb olunan bir ibadətdir. Bu ibadət Quran, sünnə və icma ilə sabit olan bir ibadətdir. Necə ki, Allah Azza və Cəllə bizlərə bunu öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi ilə bizə açıq-aşkar bildirmişdir. Hac Allaha yönəlmə, onun rızasına nail olma, məşəqqətlərə sinə gərmə və günahlardan təmizlənmə ibadətidir. Əsrlərdir müsəlmanların qiblə olaraq döndüyü o müqəddəs məkanda ümmətin vəhdət halına gəldiyi bir ibadət. Həc, dil, rəng, il, məqam, mövqe və coğrafiya fərqi olmadan bütün müsəlmanları eyni qübbə altında toplayaraq hər kəsin bir və bərabər olduqlarını xatırladan
birlik və bərabərlik simvolu bir ibadət. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həcc ibadəti ilə əlaqəli belə buyurur. Kim Allah üçün həcc edər və Allahın rızasına uymayan pis söz və davranışlardan və Allaha qarşı gəlməkdən özünü qoruyarsa, qul haqqı xaric anasından doğulduğu gün kimi qaydar buyurur. Ona görə həccə gedən müsəlman ehramını kəfən bilərək və geridə buraxdıqlarını Rəbbinə əmanət edərək Allahın dəvətinə gedəcəkdir. Yer üzündə tikilən ilk məbəd olan Kəbə, insanlığın ilk yaşayış məskəninə, dünyanın tam mərkəzi olaraq ibadət yerinə gedəcəkdir. Dəyərli qardaşlarım, bir məsələni diqqətinizə çatdırım ki, bugün əksər insanların dilinə doladığı bir yanlışdır. Allah Azza və Cəllə bizlərə müəyyən etdiyi ibadətlər var. Bu ibadətlər İslamın 5 təməlindən biridir. Bugün müsəlmanlara ora getdiyim pulu, ərəbə yedirtdiyim pulu bir ehtiyac sahibi qonşuna ver, bir kasıba ver, bir fəqirə ver, bir dəstə yox. Bizə bildirdikləri iradda nə qədər səmimidirlər. Rəqəmlər bizə hər şeyi müəyyən edir. Bunun bir misalını deyim. İl ərzində istirahətə gedənlər, xarici istirahətə gedir adam. Heç buna irad bildirirlərmi ki, bu istirahətə gedənlər Avropa ölkələrinə, Amerikaya və digər dünyanın gəziləcək yerlərini ziyarətə gedən insanlara səmimi bir şəkildə dedilərmi ki, o pulları yetimlərə, ehtiyac sahiblərinə versin. Bundan daha ötəsi var. İçkidə, qumarda, sigaretdə və digər yanlış vərdişlərə, qumarda xərclədikləri pulları Allah yolunda xərcləyin deyən oldu mu? Təbii ki, yox. Deməli, dava nə davasıdır? Müsəlmanlarla olan ədavət, kin davasıdır. Biz ora yalnız və yalnız Allah əmr etdiyi üçün gedir. Ümrədə olan, həzdə olan qardaşlarımız bilir ki, Kəbə və ətrafında meşəlik yox, xüsusi bulaqlar yox, çaylar yox. Kəbədə, Məkkədə, Məkkəni əzəmətli edən ilk məbəd olduğu üçün. Bəlkə də Allah Azza və Cəllə bunların yanında gözəl çaylar, bulaqlar xəlq etməməsinin səbəbi ondan ibarətdir ki, biz ora getdiyimiz zaman Kəbədən başqa heç bir şeyə rəğbət etmirik. Onun üçün də Allah Azza və Cəllə bizlərə və bütün müsəlmanlara gözəl bir şəkildə həcc ibadətini nəsib etsin. Bayram namazının vaxtını xatırladım qardaşlarım. Bayram namazı 6 iyun 07:00-da Allahın izni ilə bayram namazını əda edəcək. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil azizil alləm kəmə qalallahu təbarəkə və teala fil kələm və izə quri'əl Qur'an fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. الحمد لله حمدا كاملين والصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه أجمعين تعظيما للنبي وتكريما لفخامة شان شرف صفيه فقال عز وجل من قائد مغفرة وآمرة إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله
أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله. Esselamu Aleyküm Rahmetullahi ve Berekatuhu. Səhvlərimizi sırf və düzgün tutaq ki, Allah Azza və Cəllənin rəhməti və bərəkəti cümləmizin üzərinə olsun. Bayram namazını bir daha xatırladıram. Bayram namazı 6 iyun 07:00'da ilk təkbiri başlayacaq Allah'ın izniyle. Namaza başlayacaq. Allah Azza və Cəllə hər birimizdən razı olsun. Allah Azza və Cəllə müsəlmanlara bərəkət versin və bir xatırlatmanı edeyim. Allah'ın izniyle namazdan sonra inşallah cənazə namazı qılacaq. Allah hər birimizdən razı olsun. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر.
السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.